Allahın səni sevdiyinə və qorumağına güvənməmək. Ondan daha güclüsü yoxdur. Onun istəyi ilə hər şey olur. Nə vaxt biz bunu bilirsiniz, ürəyimizdə necə tam biz deyirik ki, anamıza sevgi və biz bunu prям bütün ürəklə hiss edirik. Uşağımıza qarşı sevgi və biz bunu bütün ürəklə hiss edirik. Və nə vaxt biz öz Allahımıza qarşı həmin o istəyi, həmin o güvəni hiss etsək və onu gündən-günə daha da gücləndirsək, necə gücləndiririk? Mən özümdən deyə bilərəm və əslində fərqli hansısa başqa üsulları bilmirəm. İlk növbədə dualar. Dua etmək, istəmək, təşəkkür etmək. Təşəkkür ümumiyyətlə bizim ürəyimizi açır və bizim enerjimizi qat-qat yüksəldir. Bizim ətrafımızda başlayır möcüzələr yaratmağa. Çünki əgər bu gün, bu an biz bacarırıq xırda şeylərə təşəkkür etmək, bu o deməkdir ki, biz daha böyük şeylərə